Allahın salam olsun sizlərə, dəyərli izləyicilərim. Sizə bu günləri düz mərkəzdə, Xırdalanın mərkəzində obyekt təqdim edirəm. Özə qiyməti də heç neçəyə. Obyekt 100 kvadratdır, 2 mərtəbə, Xırdalanın mərkəzində. Aptek kimi fəaliyyət göstərib, aptek kimi lisenziyası var, kupçası qeyri-yaşayış. Və hər bir şey kamera sisteminə kimi təzə boşaldıb. Sahibi satdığı üçün təzə boşaldıb buranı. Təş 7000 manat bu mebellərə pul verib. Obyektin 3 dənə kondisioneri var. Bura aptek kimi kim istəsə bir dəqiqə açsın, işləsin. Lisenziyası da hər bir şey. Buna bax, aptek üçün xaladenliyi. Mən bu üçün ayrı kondisioneri, burada dərmanları yığmaq üçün sklatı, hər bir şey. Altı üstü obyekt 100 kvadratdır. 150 kvadrat aşağıda, 50 kvadrat yuxarıda. Və buradan da, gəl bura qardaşım, ikinci mərtəbə üçün, ikinci mərtəbənin ayrı girişi də var çöldən. Yəni buradan da girişi var. Orada hamam sanuzeldir. Gəl qardaşım, ikinci mərtəbəni göstəreyim. Bugünkü gün, yəni burada bilirsiniz də, obyektin kvadratı 3000 manatdandır mərkəzdə. Və 50 kvadrat da yuxarıdır. Belə bir otağımız buradadır. Belə bir otağı göstər. Kim istəyir ofis kimi, nə bilim dükan kimi, nə kimi istəsə istifadə edir. Obyekt aşağını sahibi deyir ki 1500 manat arendaya vermişdim. Yuxarını da deyir 700 manat arendaya vermişdim. Bax, hər yer 3 dənə kondisioner var. Gəl bu bir otağı da göstər. Bu da bir otağımızdır. Hələ indi qiymətə bax. Hələ obyektin sürprizləri çoxdur ha. Obyektin sürprizləri çoxdur. Gələrsiniz onu üzbəüz danışanda deyərəm sizə. Gəl, bu da növbəti bir otağımız. Bugünkü gündə 100 kvadrat, içi dolu, obyekt kimi lisenziyası olan, aptek kimi lisenziyası olan, kupçası qeyri-yaşayış, nə edirsin, yəni qanuni şəkildə də əlavə heç nəyə xərcin çıxmıyor. Düz Xırdalanın mərkəzində, Heydər Parkına yaxın bir ərazidə. Bugünkü gündə bu obyektin start qiyməti 240 min manatdır. Yəni bu qiymətə obyekt yoxdur. İndi oradan real adam olar, real alıcı olar, yəni cüzi endirim olar da, yəni çox endirim. Təcili satıldığına görə aşağı qiymətə verir. Əgər istəyən olsa, evlə də barter eləmək olar. Real adam olar, məsəl üçün evlə, nəyinəsə bağ evi, zdaniya evi olsa, yəni barterdə eləmək olar. Allahın amanda olun, 114 əmlak hər birinizin xidmətindədir.